Bu vakansiya yoldaşlar işi olmayana bir fürsət vakansiyasıdır. Hansı işi olmayanlara, kimlərə sərf eləyə bilər bu iş, bu vakansiya? Kimlər ki, misal üçün, universitetə qəbul olmuyor. Kimlərin ki, bir sənəti, bir peşəsi yoxdur. Çünki bu iş elə bir işdir ki, yoldaşlar, siz bir sənətə sahib ola bilərsiniz, bir sənət öyrənmiş ola bilərsiniz. Yəni, bir var gəlib hər hansısa bir yerdə fəhləlik edirsiniz, bir də var artıq sizin bir peşəyə gələnmisiniz, bir əlinizə bir sənət veriblər. Gənclərə sərf eləyə bilər bu iş. Deməli, bu Konsis şirkətindədir. Elektronika təmirçisi köməkçisi işidir. LED üzrədir. Kim olmalısınız? Gənc olmalısınız, öyrənməyə həvəsli bir namizəd olmalısınız. Elektronika sahəsinə marağınız olmalıdır. Texniki düşüncə qabiliyyətiniz olmalıdır. Məsuliyyətli və diqqətli olmalısınız. Əmək haqqısı 500-600 manatdır. O da sizin bilik və bacarığınız sorğudur. Burada əlbəttə ki, sizin məqsədiniz yüksək əmək haqqı qazanmaq deyil məhz bu vakansiya ilə. Burada mərhələ olaraq istifadə eləməkdir. Yəni, bir növ pilləkən olaraq istifadə eləməkdir ki, biz sənətə yiyələnəsiniz, sonra da artıq burada köməkçi deyil də başqa şirkətdə və yaxud da elə həmin şirkətin özündə mütəxəssis olaraq çalışasınız. Bu işə də müraciət etməkdə dəstək istəyirsə və yaxud da digər işlərlə də tanış olmaq istəyirsə, əlaqə vasitəsi kanalımızda qeyd olunub, diqqət eləsəz, kanalımıza daxil olsanız, bu videonun adında kanalımızın adı qeyd olunubdur. O adın üzərinə toxunaraq kanala daxil olub, əlavə məlumat əldə edə bilərsiniz əlaqə vasitəsini əldə etməklə bağlı. Digər işlərdə kanalımızda təbii olaraq paylaşılır. Bu sırf bir sənətə yiyələnmək istəyənlərə fürsət kimi qiymətləndirmək olar.